Salam hörmətli müəllimlər, hörmətli abituriyentlər. Bugün bu video həsr olunub din tərəfindən nəşr olunan yeni topluda elastiklik və sürtünmə mövzusundakı 92 sayılı test tapşırığına. Diqqətlə bu test tapşırığına nəzər salaq. Test tapşırığında iki cisim üst-üstə, yəni birlikdə hərəkət edirlər. Şərtdə yazır ki, hərəkət zamanı, yəni bunlar müxtəlif hərəkətlərə məruz qalır. Yeyinləşən, yavaşlayan, bərabər sürətli. Bütün bu hərəkətlərdə onlar bir-birinə nəzərən sükunətdədir. Qısası, üstdəki cisim altdakıdan qopmur. Onun üstünə yapışaraq bir-birinə nəzərən sükunətdə, bir-birinə yapışmış şəkildə birgə hərəkət edirlər. Suala izah vermək deyil niyyətim, bir məqama toxunmaq istəyirəm. Burada A bəndində qeyd olunub ki, sürtünmə qüvvəsi təsir etmir. Diqqətlə A-nı oxuyaq. Sürtünmə qüvvəsi təsir etmir. Və bu A cavab variantına əsasən uyğun gəlir birinciyə. Yəni, belə çıxır ki, testi tərtib edən müəllif bizə öyrətmək istəyir ki, əgər bu sistem x oxu boyunca bərabər sürətlə hərəkət edərsə, o zaman 1-ə A uyğundur. Yəni, sürtünmə qüvvəsi təsir etməz. Kimə? Burada qeyd edib ki, M1 kütləli cismə. M1 kütləli cismə təsir edən sürtünmə qüvvəsi yoxdur, təsir etmir. Bu məqama keçməzdən əvvəl, bu məqamı izah etməzdən əvvəl tam açıq şəkildə fikrimi bəyan etmək istəyirəm ki, mənim bu videoda məqsədim, bu bir neçə belə videolar var, bu videolardakı məqsədim nə dimin nüfuzunu kiçiltmək deyil, şagirdlərin, müəllimlərin gözündə mən yaxşıyam, siz pissiniz effektini yaratmaq deyil, nə də bu sualın müəllifinə meydan oxumaq deyil. Sadəcə dərsdə problemi görürəm, problemlə üzləşirəm, şagirdə izah edə bilmirəm, ortalığa belə bir məqam çıxır ki, ya mənim dediyim doğrudur, ya dimin verdiyi cavab doğrudur. Biz şagirdə bunun yaxşısını, doğrusunu öyrətməliyik. Bu səbəbdən də belə açıq şəkildə həm şagirdlər, həm valideynlər, həm də geniş ictimaiyyət görsün ki, bu sualda məqam nədir, nəzərdə tutulan nədir və bu sualın həlli necə olmalıdır. Yəni, mənim bu videomu qüsur axtarma xarakteri daşıdığını düşünməyin. Hamımız öyrənmək üçün buradayıq. Diqqətlə baxın. Birinci cümlə, yəni cisimlər birgə nə edirlər? Bərabər sürətli hərəkət edirlər. Təbii ki, burada göstərir ki, qüvvə M2-yə tətbiq olunub. Qüvvə M2-yə tətbiq olunubsa, M2 dartılır, aparılır, M2 də özü ilə M1 aparır. Düzdürmü? Düzdür. M2 M1-i aparırsa, hərəkət zamanı aparırsa, M1 nəyin hesabına hərəkət edir? Axı bu F qüvvəsi birbaşa M2-yə təsir edir. M2 də M1-i aparır özü ilə, daşıyır özü ilə. M1-i aparan səbəb nədir? M1 hansı qüvvənin təsiri ilə hərəkətə gəlir? Sürtünmə qüvvəsinin. Deməli, sürtünmə qüvvəsi təsir etmir fikri yanlışdır. Sürtünmə qüvvəsi təsir etmir fikri 1-ə aid deyil, olmamalıdır. Nəinki 1-ə aid deyil, təbii ki 2-yə və 3-ə də aid deyil. Ümumiyyətlə, bu fikir tamamilə yanlışdır. Hərəkət zamanı M1-in hərəkət verici qüvvəsi hələ M1 ilə M2 arasındakı, bax, bu səthdəki sürtünmə qüvvəsidir. Aydındır. Geniş izah vermək istəmirəm, çünki məqsəd burada bir dənə bu bəndi xüsusi izah eləməkdir. Nəzərə alın, hörmətli müəlliflər. Sual yazmaq çətin işdir. Yazarkən mütləq onu bir yoldaşa, bir ekspertə yoxlatdırın. Qoy oradakı proseslər, oradakı sizin görmədiyiniz nöqtələr üzə çıxsın. Çünki uşaqlar bu sualları yanlış öyrənə bilər. Şagird bəzən belə fikirləşir. Dimin nəşridir. Dim buna doğru cavabı filan veribdir. Deməli, doğru cavab da filandır. Və sabah onun əslini görəndə əziyyət çəkəcək. Xahiş edirəm dimdən bunu nəzərə alsın.
ekspertlərin ya sayını çoxaldın, ya belə deyək, daha keyfiyyətli ekspertlərə müraciət edeyim. Heç kimi pisləmək istəmirəm, amma buna məcbur qalıram. Mən dərsdə niyə uşağa deməliyəm ki, bu yanlışdır və yaxud cavab yanlışdır? Bu mənim yazdığım kitab olsa, bir Ravel müəllimdir. Bəlli bir gücü var. Bu bir qurumun, ölkə səviyyəli, hörmətli bir qurumun nəşr etdiyi kitabdır. Bu ciddi yoxlanılmalıdır. Çox xahiş edirəm ki, belə şeylərə fikir verin. M1 məhz sürtünmənin sayəsində hərəkətə gəlir. M1-ə sürtünmə təsir etmir fikrini biz heç bir bəndə aid edə bilmərik. Digər bəndlərə keçmirəm, çünki əsas mənim fikrimdə olan nöqtə budur. Təşəkkür edirəm.